بسم الله الرحمن الرحيم. قل لا أسألكم عليه أجرا إلا المودة في القربى. Muharrem ayıdır. Peygamber Ehl-i Beytinin azalı günleridir. Allah dünya ahirette bizleri Ehl-i Beyt'le mahşur eylesin inşallah. Kur'an'ın Şura suresinin 23. ayesi ki qeyd ettiğimiz aye ki Allah Teala buyurur. Ey Peygamber, ümmet ve denen ben 23 illik peygamberlik ettiğim bir müddet üçün sizden hiçbir əcr istəmirəm, məgər əhl-i beytimə sevgi, məhəbbət, məvəddə, onların yolun getmək, məvəddə yəni onun yolun getməklə, bahəm əməllərinə diqqət etməklə onlar kimi hərəkət etməyinizi istəyirəm. Əvvəldə də qeyd eləmişik, Quranda məhəbbət sözü də var. Amma burada Allah məhəbbət sözü demir. Məhəbbət fəqət müəyyən insanların arasında ola bilər. Amma məvəddə isə xüsusi bir məhəbbətdir. Yəni onun içində həm məhəbbət etdiyin adamın ardınca getmək, onun sözünü eşitmək, ona tam itaət etmək mənasında gəlibdir və məhəbbəti də öz yerində. Bu ayə haqqında Əhl-i Sünnə alimlərindən baxın, Əl-Kəşşaf təfsiri məşhur bir təfsirdir, Zəməxşərinin təfsiridir. Bu ayənin şərhində Həzrət Peyğəmbər Əsəlamdan bir hədis qeyd edilibdir ki, 12 xüsusiyyət gətiribdir ki, Peyğəmbər Əsəlam bu hədisdə qeyd edib. Nədir həmin hədis? 224-cü səhifəsi, 4-cü cild, hədis 992-ci hədis. Həzrət Peyğəmbər Əsəlam buyurur ki, mən matə alə hubbi alə Muhammed matə şəhidən. Hər kəs mənim və mənim əhl-i beytimi sevərək dünyasını dəyişsə, dünyadan şəhid kimi köçmüşdür. Ələ, agah olun, bilin. Və mən mətə alə hubbi alə Muhammed mətə məğfurən ləh. Hər kəs məni və mənim əhl-i beytimi sevsə, dünyasını dəyişsə, Allah onun günahların bağışlanmış şəkildə dünyasını dəyişər. Ələ və mən mətə alə hubbi alə Muhammed mətə taibən. Hər kəs məni və mənim əhl-i beytimi sevib dünyasını dəyişsə, tövbə eləyib dünyasını dəyişən insanlardan olar. Ələ və mən matə alə hubbi alə Muhammed matə müminən müstəkmilən əl-iman. Hər kəs məni və mənim əhl-i beytimi sevərək dünyasını dəyişərsə, bir mömin kimi dünyasını dəyişər ki, onun imanı tam müstəkmil olmuş, yəni kamil olmuş bir mömin kimi dünyasını dəyişər. Və mən matə alə hubbi alə Muhammed. Mən artıq ərəbcəsini oxumuram. Həzrət buyurur ki, hər kəs məni və mənim əhl-i beytimi sevərək dünyasını dəyişərsə, Mələkul Mevt, yəni ölüm mələyi, yəni Əzrail əleyhissalam ona cənnəti bəşarət verər və behişt əhlidir. Və həmçinin Həzrət buyurur ki, hər kəs məni və əhl-i beytimi sevərək dünyasını dəyişərsə, elə bil ki, bir gəlin, bəy özlərinin bəy otağına, yəni behiştə o cürə aparırlar ki, elə bil ki, bəylə gəlin öz otaqlarına qədəm basırlar. Və Həzrət buyurur ki, hər kəs məni və mənim əhl-i beytimi sevərək dünyasını dəyişərsə, o şəxs qəbirdə olduğu zaman ta qiyamətə qədər onun qəbrindən cənnətə bir guşa, bir qapı açılar. O behişti görər. Və Həzrət buyurur ki, hər kəs məni və mənim əhl-i beytimi sevərək dünyasını dəyişərsə, Allah mələklərinin, rəhmət mələklərinin onun qəbrinə gəliş-gedişi çoxalar. Yəni onun məzarı rəhmət mələklərinin gəlib gedən, ziyarət eləyən bir
yeri olar. Və Həzrət buyurur ki, mən matə, hər kəs məni və mənim əhl-i beytimi sevərək dünyasını dəyişərsə, qiyamətin günündə, yəni öldüyü zaman da və qiyamətə də qalxacaq, Peyğəmbər əleyhissalamın sünnəsinə əməl eləyən cəmaat dəstəsi ilə məhşərə gələr. Və Həzrət buyurur ki, həmçinin hər kəs məni və mənim əhl-i beytimə qəzəb eləyərək dünyasını dəyişərsə, onun alnına qiyamətin günündə yazılar ki, bu insan Allahın rəhmətindən məyus olan şəxsdir. Yəni, odun içinə daxil olar. Allah ona heç bir vaxtı rəhm nəzəri ilə baxmayacaq. Və həmçinin Həzrət buyurur ki, hər kəs mənə və mənim əhl-i beytimi düşmən tutaraq dünyasını dəyişərsə, kafir kimi ölmüşdür. Və həmçinin hər kəs məni və mənim əhl-i beytimi düşmən tutaraq dünyasını dəyişərsə, ləm yaşımmu rahətəl cənnə. O cənnətin, necə deyərlər, iyin duymayacaqdır. Bu hədisdə əgər diqqət eləsək, Həzrət Peyğəmbər İslam nə buyurur? Buyurur ki, hər kəs mənə və mənim əhl-i beytimlə buğz eləsə, matə kafirən, kafir kimi öləcəkdir. Bu günlərin vahabilər və onların da alimləri nə deyirlər? Deyirlər ki, Yezidə rəhmət oxumaq olar. Peyğəmbər deyir, kafirdir. Bunlar deyir, rəhmət oxumaq olar. Biz başa düşmürük. Peyğəmbərin əhl-i beytinə zülm eləyirlər, əsir eləyirlər balaları. İslamiyyətdə, nəinki İslamiyyətdə, hətta dünya yaranandan bəri indiyə qədər elə bir müsibət olmamışdı ki, Həzrət Hüseyin əleyhissalamın başına gətirdilər o müsibəti. Peyğəmbər balalarını əsir götürdülər. Xanım Zeynəbi, Peyğəmbər balalarını, sahabələrini öldürdülər və bu gün də vahabilər deyir ki, Yezidə rəhmət oxumaq olar. Mən də deyirəm, Yezidə də Allah lənət eləsin, ona rəhmət oxuyan da Allah lənət eləsin. Bu 12 xislət bizə əhl-i beyti sevən insanların və sevməyən insanların kimliyini açıq-aydın bəyan eləyib. Allah əhl-i beytin yolun gedən, onu sevən insanlara dünya axirətdə əhl-i beyt ziyarətin nəsib eləsin inşallah. Ahirətdə şəfaətinə binəsib eləməsin və başda Bəni Ümeyyə zalimləri Muaviyə kimi və onun evladı Yezid və digərləri Allah onların da əzabın artıq eləsin və onlara lənət eləsin.